Mən onları çağıranda adsız qəhrəmanlar deyə səslənirdim. Çünki jurnalist karyeramda ilk insanlar olacaq ki, adlarını bilmədən onlardan müsahibə alacağım. Onları bəlkə də üzünü görmədiyimiz qəhrəmanlar da adlandıra bilərik. Əslində hər biri ilə müsahibə zamanı mən nədən danışım, bilmirəm ki, desələr də danışılası sözləri çox idi. Bizim işimiz danışmaq deyil, nəyin bahasına olursa olsun əmri icra eləməkdir, dedilər.